Salam əziz müəllimlər, mən Nur Mustafazadə, metodika üzrə təlimçi olaraq fəaliyyət göstərirəm. Bugünkü mövzumuz kurikuluma yeni əlavə edilmiş nəzəriyyələrdən biri olan Jerome Bruner'in kognitiv öyrənmə nəzəriyyəsi haqqında olacaq. Baxaq görək, kognitiv öyrənmə nəzəriyyəsində Bruner nə demək istəyir? Bruner'ə görə öyrənmə sadəcə bir məlumat yığını deyil, bir məna yaratma prosesidir. Yəni ki, o hesab edir ki, şagirdlərə hazır həqiqətləri diktə etmək lazım deyil. Əksinə, şagird onu özü araşdırmalı, əlaqələri qurmalı və nəticəyə özü çatmalıdır. Həmçinin, Bruner düşünür ki, şagirdlər onlara təqdim olunan məlumatları pasiv şəkildə əzbərləmir. Onları, belə deyək, anlayır, əvvəlki bilik və təcrübələri ilə əlaqələndirir və yeni bir, belə deyək, məlumat ortaya çıxardır. Həmçinin, şagirdin bu bilik və bacarıqları qəbul etmə prosesində də müəllim də şagirdə bələdçi və istiqamətverici rolunda çıxış edir. Müəllim şagirdin öyrənmə prosesinə dəstək olur, müxtəlif suallar verərək onu düşünməyə, araşdırmağa və nəticə çıxartmağa yönəldir. Yəni, Bruner hesab edir ki, uşaqlar ətrafdakı dünya ilə müxtəlif təcrübələr vasitəsilə bilik və mənanı özləri qururlar. Yəni, o düşünür ki, mədəniyyətin və dilin kognitiv inkişafda yüksək səviyyədə rolu var. Bunu qeyd edək ki, Bruner ilə Vygotsky və Piaget'in müəyyən qədər fikirlərində fərqliliklər və oxşarlıqlar var. Məsələn, Piaget və Bruner hər ikisi hesab edir ki, uşaqlar öyrənmə prosesində aktivdir. Yəni, biliyi hazır almırlar da, özləri qururlar. Hər ikisi öyrənmənin mərhələli olduğunu müdafiə edir. Lakin Piaget deyir ki, inkişaf öyrənməni qabaqlayır. Yəni, uşaq müəyyən bir bioloji mərhələyə çatmasa, nə isə ona öyrətmə mümkün deyil, deyir Piaget. Bruner isə deyir ki, əksinə, inkişafı gözləməyə ehtiyac yoxdur. Yəni, əgər material uşağın dilində, onun, belə deyək, yaşına uyğun şəkildə təqdim olunsa, ona istənilən mövzunu istənilən yaşda öyrətmək mümkündür. Məsələn, çox çətin və yaxud da ki, qəliz bir mövzunu çox aşağı yaşda olan bir şagirdə də izah etmək olar. Əsas olan onun anlaya biləcəyi şəkildə təqdim etməkdir ona həmin o materialı. Yəni ki, mövzunu şagirdin anlaya biləcəyi səviyyədə, anlaya biləcəyi şəkildə ona təqdim etsək, o hər bir şeyi anlaya biləcək. Piaget isə yox, deyir ki, mütləqdir ki, müəyyən bir yaşa çatmalısan ki, nə isə öyrənəsən. Amma gördüyümüz kimi Bruner isə əksini deyir. Yəni ki, inkişafı gözləməyə ehtiyac yoxdur. Hər bir şəkildə, əgər biz düzgün şəkildə məlumatı təqdim etsək, istənilən mövzunu istənilən yaşdakı şagird öyrənə bilir. Bəs görək, Bruner və Vygotsky'nin fikirlərində oxşar və fərqli cəhətlər nə idi? Məsələn, hər ikisi sosial mühitin və dilin inkişafda rolunu çox vacib sayırdı. Yəni, burada Vygotsky'nin yaxın inkişaf zonası, Bruner'in skafoldinqliyi bir-birini tamamlayırdı. Bəs fərqliliklər nə idi? Vygotsky daha çox uşağın daha bilikli birindən aldığı sosial dəstəyə, belə deyək, əsaslanır. Yəni ki, Vygotsky deyir ki, uşaq hansısa bir böyükdən, müəllim ola bilər, valideyn ola bilər, hər hansı bir həmyaşıd ola bilər, ondan bir dəstək alırsa əgər öyrənə bilir. Bruner isə bu dəstəyin, yəni skafoldingin necə qurulmasına və informasiyanın ona necə verilməsinə daha çox diqqət yetirir. Yəni, kimin verdiyinə yox, həmin o verilən məlumatın necə verilməsinə yönəlib Bruner. Vygotsky uşağa, şagirdə kimin dəstək olub, ona kimin yol göstərdiyinə daha çox, belə deyək, toxunurdusa, Bruner isə həmin o şəxsə deyil, ona məlumatın necə təqdim olunduğuna baxır. Digər psixoloqlar kimi Bruner də şagirdləri öyrənmə prosesində aktiv iştirakçı kimi görür. Yəni, o hesab edir ki, şagirdlər özləri kəşf edərək öyrənməlidir. Brunerin bu fikirləri spiralvari tədris planını anlayışının əsasını təşkil edir. Bəs nədir spiralvari anlayış, spiralvari tədris anlayışı? Yəni, burada deyir ki, hər hansı bir mövzu şagirdin inkişaf səviyyəsinə uyğunlaşdırılarsa istənilən yaşda öyrədilə bilər. Yəni, mövzu hər il təkrar olunur, lakin hər dəfə daha mürəkkəbləşərək və genişləndirilərək tədris edilir. Bu da biliklərin möhkəmlənməsinə kömək olur. Yəni, o deyir ki, uşaq yaşından asılı olmayaraq mürəkkəb məlumatları anlamağa qadirdir. Lakin bu necə mümkündür? Bruner bunu spiralvari kurikulum anlayışı ilə izah edir ki, bu mümkündür.
Yəni bu yanaşmada məlumatlar elə şəkildə qurulur ki, yəni mürəkkəb ideyalar əvvəlcə sadələşdirilmiş formada şagirdlərə öyrədilir, daha sonra mürəkkəb səviyyələrdə təkrar nəzərdən keçirilir. Yəni, bu yanaşmanın əsas prinsipi də budur ki, şagird müəyyən anlayışları təhsil dövrü ərzində dəfələrlə nəzərdən keçirilməlidir. Hər dəfə mövzu onun üçün daha dərindən keçirilir, tutaq ki, əvvəlcə daha sadə versiyada tətbiq olunur ona, daha sonra biraz daha genişlənir, məsələn, daha yuxarı siniflərdə daha mürəkkəb formada ona keçirilir. Bu sayədə həmin o mövzunu daha dərindən və möhkəm şəkildə anlayır. Həmçinin bunu da qeyd edək ki, Burnerə görə öyrənmənin 3 modeli var. Burner deyir ki, uşaqlar məlumatı 3 yolla qəbul edir. Hərəki, ikonik və simvolik. Burnerin bu qeyd etdiyi nümayiş üsulları bir-biri ilə bağlıdır. Yəni, onlar dəqiq ardıcıllıq izləmədən bir-birini dəstəkləyərək eyni anda istifadə oluna bilir. Bəs bu 3 modeldə nədən bəhs olunur? Məsələn, birincisi hərəki, yəni hərəkət əsaslı modeldir. Burada bu üsulda bilik əsasən hərəkət reaksiyaları şəklində mənimsənilir. Yəni bu üsul həyatın daha çox ilk ilindən istifadə olunmağa başlayır. Burada şagird öyrənərkən fiziki hərəkətlər, müxtəlif reaksiyalar vasitəsilə öyrənmə baş verir. Uşaq burada toxunaraq, hiss edərək öyrənir. Məsələn, uşaq balaca bir əşyanı əlinə alır və yaxud da ki, onun müxtəlif hissələrinə toxunur və artıq o belə deyək, əşya haqqında və yaxud da hansısa bir oyuncaq haqqında yeni bir məlumata sahib olmuş olur. Bu sayədə öyrənmiş olur. Məsələn, ibtidai siniflərdə daha çox tətbiq olunur da hərəkət əsaslı öyrənmə modeli. Məsələn, şagirdlər sinifdəki müxtəlif əşyaları tutaq ki, sayır, fiziki olaraq qruplaşdırır, sayır. Bu sayədə saymanı, natural ədədləri öyrənməyə başlayır tutaq ki. Yenə də qeyd edək ki, bu hərəkət əsaslı üsulda əsas olan toxunaraq, hiss edərək öyrənməkdir. Bəs ikonik model nədir? Burada, yəni ikonik vizual əsaslı öyrənmədir. Burada artıq obyekti görməyə ehtiyac yoxdur. Yəni onun şəklini görmək kifayətdir. Almanın şəklinə baxıb, məsələn, bunu tanıyırsa bu ikonikdir. Məsələn, hərəkidə almaya toxunur, onu anlayır. İkonikdə almanı görmək, onun alma olduğunu anlamağa kifayət edir. Üçüncü model isə simvolik, yəni dil əsaslı modeldir. Bu, ən yüksək mərhələ sayılır. Yəni, bayaq tutaq ki, birincidə almaya toxunurdu, ikincidə şəkili görürdü. Artıq üçüncüdə nə alma var, nə də şəkil tutaq ki. Sadəcə alma sözünü oxuyur və almanın görünüşü onun zehnində yaranır, belə deyək. Almanın kimyəvi tərkibini öyrənirsə, alma sözünü oxuyaraq və almanın düşüncəsi, görünüşü onun zehnində yaranırsa, bu artıq simvolik mərhələ sayılır. Yəni, ümumiyyətlə, Burnerin öyrənmənin 3 modeli yanaşmasındakı məqsəd şagirdin öyrənməsində hər hansı bir sərhəddin qoyulmaması üçündür. Biz bayaq dedik ki, Piaget şagirdin öyrənməsinə müəyyən bir mərhələ qoyur ki, şagird müəyyən yaşa çatmadan hər hansı bir bilgini öyrənə bilməz. Amma Burnerin bu yanaşmasına əsasən buna ehtiyac yoxdur. İstənilən yaşda onun yaşına uyğun əgər tutaq ki, həmin o məlumat şagirdə çatdırılsa, məsələn, hərəki ola bilər, ikonik ola bilər, simvolik ola bilər, ona doğru şəkildə həmin o məlumatı çatdırsaq, yaşına baxmadan istənilən şəkildə, istənilən məlumat ona öyrədilə bilər. Burnerin nəzəriyyəsini ümumiləşdirəsi olsaq, Burner, deyir ki, şagird hazır biliyi almır, araşdıraraq özü tapır, öyrənmə 3 mərhələdən keçir, hərəki, ikonik və simvolik. Daha sonra Burner spiralvari kurikulumu ortaya qoyur. Eyni mövzular illər keçdikcə daha da mürəkkəbləşərək təkrarlanır. Bu sayədə şagirdlər daha yaxşı öyrənir. Həmçinin burada şagirdə müvəqqəti olaraq dəstək verilməlidir, skafoldinqlik edilməlidir. Yəni burada müəllim şagirdə çətinlik çəkəndə ipucu verir. Şagird öyrəndikcə bu dəstək tədricən davam edir tutaq ki. Və burada müəllim cavabları hazır şəkildə şagirdə demir. Şagirdə hazır məlumat vermir, şagirdə suallar verir, onu düşünməyə sövq edir. Yəni ki, şagird büdrəyəndə ona dayaq olur, amma onun yerinə işi görmür. Ona dəstək olur, amma ona qəti şəkildə hazır məlumat vermir və yaxud onun yerinə iş görmür, ona istiqamət verir. Qısası, Burner deyir ki, şagirdi aktiv buraxın. Ona kəşf etmək üçün uyğun bir mühiti yaradın və hər yaşa uyğun, onların yaşına uyğun mövzunu doğru şəkildə ona təqdim edin.
və bu sayədə ən çətin mövzunu belə asanlaşdıraraq şagirdə çatdırın. Gördüyümüz kimi, Brunerin kognitiv öyrənmə nəzəriyyəsi çox rahat və maraqlı bir mövzudur. Güman edirəm ki, izah sizin üçün aydın oldu. Uğurlar diləyirəm hər birinizə. Sağ olun.